Dərs 7 ilə davam edirik. Dərs 6 tam cəbri ifadələr idi. Tam cəbri ifadələr haqqında danışdıq. Bundan əvvəlki videoda danışmışdıq. Dərs 7, üzr istəyirəm. Dərs 7 bizə kvadrat köklərdir. Dərs 7 kvadrat köklər haqqında danışacağıq. Ümid edirəm dəstək ola biləm. Ümid edirəm izahlar başa düşülür. İzahları müəyyən bir hissəyə qədər davam elədikdən sonra artıq müəyyən suallar, sınavlar, yəni yığılmış sınavlar üzərində keçdiyimiz qaydaları dərslərə tətbiq eləyəcəm, sizlərə öyrədəcəm. Uzatmaq istəmirəm. Bir daha keçməmişdən əvvəl bir şey deyim ki, kanal yenidir, dəstək olsa çox sevinərəm. Əsas yəni paylaşıb, abunə olub, bir də bildirimləri aktiv eləməkdir. Düşünürəm ki, bu bizim əlimizdə heç nədir. Yəni yanvarın 15-nə qədər də, hardasa 15-20-sinə kimi də düşünürəm ki, bütün mövzu izahlarını kanala yerləşdirərəm və buraxışa qədər artıq siz faydalanmış olarsınız. Deməli, nədir kvadrat köklər? Kvadrat köklər haqqında danışsaq. Kvadrat kökün biz tərifini deyirik ki, kvadratı a-ya bərabər olan mənfi olmayan ədədə a ədədinin hesabi kvadrat kökü deyilir. Yəni, normal qaydada bildiyimiz kök 6. Və ikinci dərəcədən və yaxud da kökün altında a kimi işarə olunur. Bildiyimiz kimi kökün altında dərəcələri var. Məsələn, kök 36-nın biz normal qaydada bilirik ki, kök 36-dan nə çıxır? 6 çıxır. Burada 36-nın hesabi kvadrat kökü 6-dır. Yəni, biz elə normal qaydada deyirik ki, 36-dan biz kökünü alırıq, 6 alırıq. Şərt olaraq burada bizim şərtlərimiz var. Kök altında a kvadratı böyüdür 0 olanda mənası olur. Yəni, kök 6 həmişə necə ki, biz demişdik ya, modulda mənfi müsbət teması var. Bax, o burada da keçərlidir. Kökün altında a burada parametrdir. A sıfırdan həmişə böyük bərabər olmalıdır. Yəni, burada məsələn kök altda 18-in, kök altda 25-in mənası var. Amma kökün altında mənfi 18-in, mənfi 25-in mənası yoxdur. A böyük bərabərdir 0 olarsa kökün altıda kök altı ifadənin qiyməti də 0-dan böyük bərabər olmalıdır. Məsələn, kök altda 16-dan biz nəyə alırıq? 4-ə alırıq. Kök altda 25-dən nəyə alırıq? 5-ə alırıq. Gördüyümüz kimi aldığımız yəni hesabı köklərdə, hesabı kökün qiymətləri də nə olur? 0-dan böyük olmuş olur. Burada ixtisar var. Yəni, normal qaydada kökün altında məsələn, mən 2 üstü 2 yazanda, burada 2 ilə kökü mən ixtisar apara bilirəm. Yəni, bunlar bir-birini ixtisar aparır. Yerdə nə qalır? Kök qalır. Yəni, normal qaydada 4-dən kök alanda da, o da bizə elə 2-ni verir. İndi burada demək istədiyim nədir? Kök altında a kvadratı veriləndə biz həmişə onu ixtisar aparanda modula çıxartmalıyıq. Nəyə görə? Çünki yenə də söhbət nəydən gedir? Parametrdən gedir. Əvvəlki dərslərdə bunu qeyd eləmişdim. Parametri nə idi? Burada indi bizdə məsələn şərt verir daha çox suallarda ki, məsələn a böyüdür 0 olarsa, a kiçikdir 0 olarsa, a kiçikdir 0 olarsa həmişə unutmayaq ki, kökün altından a kvadratından qiymət olaraq biz mənfi almalıyıq. Nəyə görə? Çünki a burada parametrdir. Yəni mənfi bir qiymət qoysam, məsələn mənfi 2 qoysam, bu mənfi heç, bu mənfi öz yerindədir. A-nın yerinə məsələn mənfi 2-ni qoyanda bu mənfi ilə mənfi 2-nin qarşısında mənfi gedir. Nəticə olaraq bizdə nə qalır? 2 qalır. Yəni burada da onu deyir ki, kök altında a kvadratı moduldan a çıxmalıdır. Yəni cüt dərəcədən modulda a çıxmalıdır. Tək dərəcəyə biz diqqət eləməyə də bilərik. Çünki tək dərəcədə mənfi də müsbət də elə bizə nəyi verəcək? Eyni qiyməti verəcək. Burada da qeyd edir ki, 15-in kvadratı köklə 15 gedib, modul 15 çıxıb, bu da bizə 15-i verir. Məsələn, kök altından mənfi 8-in kvadratı modul mənfi 8 verir, bu da bizə 8-i verir. Yəni, burada niyə modul çıxır? Bu bizə daha çox parametrlə verilir. Yəni, onu deyir ki, mütləq diqqət etmək lazım ki, kökün altından heç vaxt mənfi ədəd çıxmaz. Həmişə bizim kökün altında aldığımız qiymətimiz müsbət ədəd olmalıdır. Qeyd olaraq burada rasional qiymətlər var. Kök altında da rasionallıq və irrasionallıq var. Əgər biz kökün altından qiymət ala biliriksə, məsələn, burada mənfi 4-ü, mənfi 9-u, mənfi 25-i qeyd eləmişik. Bunların bilirik ki, dəqiq qiyməti nədir? 5-dir. 5-dir. Mənfi 9-dan kök alanda, üzr istəyirəm, 9-dan kök alanda 3 verir, 4-dən kök alanda 2 verir, 25-dən də kök alanda nəyi verir? 5-i verir. Yəni, normal olaraq bunlar rasional. Amma irrasionallıq nədir? Biz kökün altından qiymət ala bilmirik. Yəni, kök altı ifadəmizin qiyməti artıq gedir nəyə çıxır? 4-ə çıxır. Yəni, onun dəqiq qiyməti olmur. Burada məsələn qeyd olunur kök altda 3, kök altda 15, kök altda 5, kök altda 15. Bunların qiyməti adətən təqribən hesablanır, amma daha çox məsələn biz burada bu irrasionallığı, rasionallığı kəsrlərdən
daha çox qarşılaşacağıq. Kəsrlərlə daha çox danışacağıq. N-ci dərəcədən kök var. Tərif olaraq deyir ki, n-ci dərəcədən qüvvəti a-ya bərabər olan ədədə biz a-nın n-ci dərəcədən kökü deyilir və kök altı n-ci dərəcədən ailəyə işarə olunur. Yəni, bizim ən kiçik kök altımız elə 2-dir. Biz ona normal qayda ilə kök altında deyirik. İkinci dərəcədən kök altı və yaxud da elə biz ona kök altı deyirik. Burada kök altı radikal işarəsidir. Kökün dərəcəsi n-dir. Bir də kök altı ifadə də bizim elə verilən ifadə, yəni a adlanır. Məsələn, burada verilib -8 üçüncü dərəcədən. Biz -8-i -2 üstü 3 kimi yaza bilərik. Üstə gedəcək, bizdə nə alınacaq? -2 alınacaq. Dördüncü dərəcədən məsələn 81 verilib. 81-i biz 3 üstü nə kimi verə bilərik? 3 üstü 4 kimi verə bilərik. 4 ilə 4 gedəcək, bizdə nə qalacaq? Qiymət olaraq sonuncu qiymətimiz qalacaq 3. Xassələrimiz var. Yuxarıda bu xassələr haqqında danışmışdıq. Dərəcəmiz cüt olarsa A həmişə sıfırdan böyük olacaq. Dərəcəmiz tək olarsa müsbət də mənfi də ola bilər. Məsələn, burada verilib kök altında 32 10-cu dərəcədən 32, 4-cü dərəcədən 6. Bunların mənası var. Amma cüt dərəcədən mənfi kök altında mənfilərin mənası olmur. Nəyə görə? Biz demişik kök altı ifadə həmişə müsbət olmalıdır. İkinci olaraq A böyük bərabər 0 olarsa, n-ci dərəcədən A böyük bərabər 0 olar. A daxil dəyər olarsa, yenə eyni qaydada. Yəni bu 2n plus 1 bizdə tək dərəcə olmağını göstərir. Yəni n yerinə biz hansı qiyməti qoysaq, bizim dərəcəmiz tək olsa. Onu deyir ki, yəni tək dərəcədən istənilən qiymət ala bilir, amma cüt dərəcədən nə ala bilir? Böyük bərabərdir 0 ala bilir. Bunlar haqqında yuxarıda danışmışdıq. Gördüyünüz kimi yuxarıda da qeyd eləmişdim. Burada məsələn bizə cüt dərəcədən verilsə, biz həmişə o kökün altlarını ixtisar aparanda mütləq modulu yazmalıyıq. Çünki bu parametrdir. Bu bizdə normal bir qiymət deyil. Yəni ədəd dəyişən vermir. Məsələn, normal qayda biz bilirik ki, 4-dən kök 2 çıxır. Amma məsələn burada bizə verə bilər ki, x kvadratından sən kökü al. Biz artıq bunu ixtisar edəndə mütləq modulu yazmalıyıq. Nəyə görə modulu yazmalıyıq? Çünki x-in mənfi və yaxud da müsbət olduğunu bilmirik. O səbəbdən modulu yazırıq ki, bizdə yəni cavabımız doğru alınsın. Daha sonra burada misal olaraq verilib. İndi buna özünüz də baxa bilərsiniz. Məsələn, deyir, misal m kiçikdir 0 olduqda ifadəsini sadələşdirin. Burada m kiçikdir 0-dırsa, bunu biz dedik ki, normal qaydada bunlar ixtisar ediləcək, m qalacaq. Amma dördüncü dərəcədə m üstü 4-ü mütləq modulda, ixtisar aparanda modulda m yazmalıyıq. Modulda m yazandan sonra bizdə nə deyir? Şərtdə deyir ki, m kiçikdir 0-dır. Ona görə qarşıya bir dənə də mənfi qoyuruq ki, modulda müsbət alınır axı. Bu mənfini qoymasaq, biz belə bir qiymət almış olacaq ki, yəni biz moduldan mənfi qiymət aldıq. Məsələn, m-in yerinə biz -5 qoyaq. Bu modul olduğu kimi biz burada m yazsaq, bizdə yəni o olacaq ki, biz m-in yerinə -5 yazdıq və kökün altından da -5 aldıq, modulda da -5 aldıq. Bu səbəbdən doğru olmayacaq. Ona görə də bu məqamlara diqqət etmək lazımdır ki, biz ona görə burada mənfi m yazırıq. Gördüyünüz kimi burada mənfi m qeyd edilib, m çıxılsın mənfi m. Bu mənfi ilə bu mənfi müsbət eləyəcək. M üstə gəlsin, m də bizdə nəyi verəcək? 2 mi verəcək? Dostlarımızın, yəni abituriyentlərin çoxusu bu məqamlarda çox diqqətsizlik sərf eləyir, amma o qədər də çətin deyil. Sadəcə diqqət olması məqam parametrdir. Parametrin işarəsidir. Onlara diqqət edib, onları biləndən sonra qalan işlər asandır. Kök düsturları, biz qüvvət düsturları haqqında danışmışdıq. Kök düsturlarında da yenə qüvvət düsturları kimi qüvvət düsturları kök düsturlarında da keçərlidir. Baxın, şərtdə deyir ki, A böyükdür 0, B böyükdür 0 olarsa ədədlər üçün burada da qeyd edilib. Yəni sıfırdan kiçik qeyd edilə bilməz. Nəyə görə? Biz kökün altında heç vaxt yəni, mənfi qiymət nə yazan, nə də ki ala bilmərik. N-ci dərəcədən kökün altına AB-ni biz ayrı-ayrılıqda n-ci dərəcədən A vurulsun, n-ci dərəcədən B verə bilərik. Nəyə görə? Çünki dərəcələrimiz eynidir. Və yaxud da n-ci dərəcədən A bölünsün B-ni, n-ci dərəcədən A bölünsün B şəklində də verə bilərik. Əgər məsələn n-ci dərəcədən A üstü M üstü bir dənə K yazsaq, bunu qüvvətə yüksəldirik də. Bunu qüvvətə yüksəldəndə bu K kökün altındakı ifadənin qüvvətinə vurulacaq. Və yaxud da bu şəkildə qarşımıza çıxa bilər. Burada da yenə kökün altını tək yazırıq. N-i M-ə vurub A şəklində veririk. Burada yenə A üstü M bölünsün M var. Biz 2 dərəcəndə istənilən bir K ədədinə vura bilərik. Bu nə deməkdir? Məsələn, dərəcələri fərqli olan bir qayda verilir. Məsələn, 2 üstü kök altında 2 üstüdür. Burada da 3-cü dərəcədən 2-dir. Bunların müqayisəsini bizə desə, biz bunları eyni dərəcəyə gətirməliyik. O səbəbdən də burada bu 2-də axı bunlara məsələn ən kiçik ortaq bölünənlərdə 6-dır.
Bunları 6'ya gətirsək, bura bir dənə 6 yazacağam. 2. Buranı 3-ə vurduğuma görə bu 2-nin üstünə bir dənə də 3 yazmalıyam. Burada gətirirəm 6. Bunu da 2-yə vurduğuma görə bu 2-nin də üstünə bir dənə 2 yazıram. O da bizdə eləyəcək 4. Yəni ən çox bu müqayisədə qarşımıza çıxacaq, bizə lazım olacaq. Yəni bu onu bildirir ki, dərəcənin də kökün altında ifadənin qüvvətini də eyni bir ədədə vurmaq lazımdır. Yəni eyniləşdirmək lazımdır. Əgər məsələn ayrı-ayrılıqda verərsə, yenə eyni qaydada gördüyünüz kimi n-i m-ə vurur, kökün altında da a üstü m çarpaz şəkildə vurulsun b üstü n-dir. Yəni bu elə mənim qeyd elədiyimdir. Məsələn bu tipdə verir. Bu elə odur. Daha sonra yenə bölmədə də gördüyünüz kimi qeyd olunub n üstü m-dir, a üstü m bölünsün b üstü n-dir. B fərqlidir 0 olacaq. Məsələ olaraq verib ki, deyir ki, məsələn m üstü 5-ci dərəcədə m üstü 6-dır. Bunu bir dənə m-ə vursam, bunu ayırıb m üstü 6'dır, m üstü 5'dir. Kökün altında, bunu 5-ci dərəcədən m-ə vurub, kökün altında m yazıb. O da bizdə m vurulsun 5-ci dərəcədən m-i verib. Daha sonra burada m kiçikdir 0 olduqda da eyni qaydada, bu vurğu bir dəqiqə baxım, yox, vurğu kök işarəsi xaricində falan çıxırmır. Normal bu düsturların şeydir, tətbiq hissəsidir. M üstü 8-i ayırıb 6-cı dərəcədən vurulsun M üstü 2 kimi verib. Dərəcə olaraq şərtdə bizə M kiçikdir 0 deyir axı. Bu 6 ilə bu 6 gedir. Burada bir dənə modulda M qalır. Burada da kökün altında 6-cı dərəcədən M kvadrat qalır. Yəni biz bunu M kiçikdir 0 olduqda bu 2 ilə 3 gedir. Burada 3 qalır. Bunu biz mənfi M kimi verə bilirik. Burada da bir dənə qalır. Mənfi M qalır. Çətin deyil əslində, sadə suallardır. Burada da yenə bir dənə misal var. Buna da istəsəz özünüz videonu saxlayıb göz gəzdirə bilərsiniz. Topluda daha çox qarşımıza çıxan vurğu kök işarəsi xaricinə çıxarılması, vurğu kök işarəsi daxilinə salınması. Yenə, yəni biz kökdən danışırsa, yəni kvadrat kökdən danışırsa, kök altından danışırsa, mütləq bizim ən diqqət eləyəcəyimiz məqam işarədir, mənfi müsbət olmasıdır. Deyir ki, b böyüdür 0 ədədi verildikdə a 2n dərəcədən a üstü 2n vurulsun b bərabərdir modul a vurulsun 2n dərəcədən b. Nəyə görə modul a verdi? Çünki dərəcəmiz cütdür. B mütləq nədir? B 0-dan böyükdür. Normal qaydada çıxır. Əgər deyir ki, a böyüdür 0 olduqda, baxın 2 halı da verib. A böyüdür 0 olduqda müsbət a qalır. Amma a kiçikdir 0 olduqda mənfi a yazmaq lazımdır. Və bu a var. Burada a dediyimiz parametrdir. Parametr dəyişən olaraq verilir və biz o dəyişənin yerinə həm mənfi, həm müsbət ədəd yaza bilirik. Buna görə burada mənfi verir ki, sən a-nın yerinə məsələn mənfi 2 qoyanda bu mənfi 2 ilə bu mənfi yəni bir-birini aparır, normal cütümüz qalır. Çünki kökün altından dedik ki, mənfi çıxara bilmərik. O səbəbdən bunu mütləq yəni vurğulamalıyıq, verməliyik. Əgər tək dərəcədirsə, tək dərəcədə heç bir hal yaranmır bizə. Yəni normal qaydada a vurulsun 2n plus, yəni tək dərəcədən a vurulsun 2n plus 1 üstü b. Yəni burada xüsusi vurğulanacaq hal yaranmır. Əsas məqam cüt dərəcədədir. Vurğun kök işarəsi daxilinə salınması. Burada da yenə eyni qaydada a bölü 0 olduqda a vurulsun 2n, yəni məsələn yerinə normal kök altı deyək də, kök altında b. Gətirdiyi kök altında a kvadratı vurulsun b yazdıq. A 0-dan böyük olduğuna görə heç bir hal bizdə olmadı. Amma baxın, a kiçikdir 0 oldu. Burada artıq kökün qarşısına bir dənə mənfi yazırıq. A-nı daxilə keçiririk. Çünki nəyə görə? A parametri bizdə mənfidir. İkinci olaraq burada verilib a vurulsun 2n plus 1 kök altında b. Yenə burada yəni bu halın tək dərəcəsi üçündür. Tək dərəcədə bizdə xüsusi hal yaranmır. Misal verib, burada misala baxaq. X kiçikdir 0 olduqda deyir ki, bunu kök işarəsi daxilinə salın. Biz dedik ki, x kiçikdir 0-dır. Mütləq burada bir dənə mənfini qeyd etməliyik. X-i də bu 4-ün üstünə, yəni x üstü 4 şəklində salacağıq. Çünki kök altından salan zaman mütləq kökün dərəcəsini də nəzərə almaq lazımdır. Məsələn, burada artıq x kvadratı olsaydı, x üstü 8 şəklində biz onu kökün altına salacaqdıq. X üstü 4 vurulsun x kvadratı, o da bərabərdir. Burada ixtisar gedir, 4-cü dərəcədən x üstü 6 şəklində qalmış olur. Yox, ixtisar falan getmir, üzrü sayını açdım. Burada baxın, əsasları eynidir. Əsasları eyni olan qüvvətlərdə biz demişdik ki, vurulan zaman qüvvət üstləri toplanılır. 4 ilə 2 toplanılır. Mənfi kökün altında 4-cü dərəcədən x üstü 6 qalmış olur. Burada yenə eyni qaydada verilib. Hamısı yəni eyni düsturlardır. Bunları istəsəz özünüz göz gəzdirərsiniz.
Kökaltı ifadələrin qoşması. Bu dərsdə biz irrasionallıqdan azad eləməklə qarşılaşacağıq. İrrasionallıqdan azad eləmək üçün məxrəci və surəti məxrəcin qoşmasına vurmaq lazımdır. Məsələn, deyir ki, kök altda A-nın qoşması nədir? Kök altda A-dır. Yəni, qoşma dediyimiz bir-birinə vuran zaman artıq kökün altından azad olsun. Məsələn, biz kök altda A-nı kök altda A-ya vuranda kök altda A kvadratı olacaq. Bu kvadratlar gedəcək, bizdə normal modul A qalacaq. Digər tərəfdən M-də M olanda kök altında n-ci dərəcədən A çıxılsın M-dir. Məsələn, baxaq, yenə kökün altından məsələn baxaq. Kökün altında 4-cü dərəcədən burada A olsun. Burada nə olacaq? Bunun qoşması olacaq 4-cü dərəcədən A üstü artıq 4-dən nəyi çıxmalıyam? A-nın dərəcəsi 1-dir. 4-dən 1-i çıxanda 3. Yəni bunun qoşması da bu olacaq. Bunları da bir-birinə vuranda biz yuxarıda da bu qaydanı vurguladıq ki, 4-cü dərəcədən A üstü 4 olacaq. 4-lər gedəcək, normal qaydada bizdə modul A çıxacaq. Yəni asan qaydalardır. Kök altda 3-cü dərəcədən kök altda A-nın qoşması 3-cü dərəcədə kök altda A kvadratdır. 4-cü dərəcələrin qoşması A kubunun qoşması normal üstü 1-dir. Bir də var fərq olaraq. Məsələn, kök altda A çıxılsın B-nin qoşması kök altda A plus B-dir. Kök altda A plus kök altda B-nin də qoşması kök altda A çıxılsın kök altda B-dir. Çünki bunları bir-birinə vurduğumuz zaman ikisi də irrasionallıqdan azad olacaq. A çıxılsın B qalacaq. Məxrəcə irrasionallıqdan azad etmək. Bunu vurguladım. Qoşmasına vurmaq lazımdır. Məsələn, burada verilib deyir ki, 3-cü dərəcə, kök altda 3-cü dərəcədən məxrəcə kök altında 3 verib, surətdə 6 verib. Qoşması nə idi? Vurguladım ki, kök altda A-nın qoşması kök altda A-dır. Yəni kök altda 3-dür. Kök altda 3-ləri bir-birinə vuran zaman 3 qalır. Bu kök altda 3 təzədən surətə də vurulur. 6 kök altda 3 olur. Bu 6 ilə 3 ixtisar gedir. 2 kök altda 3 bizdə qaldı. Irrasionallıqdan azad eləmək də o qədər çətin deyil, asan bir yəni necə deyim dərsdir. Daha sonra burada yuxarıda qeyd elədiyimdir, 3 plus kök altda 2 verilir. Bunun hər iki tərəfini biz bunun qoşmasına vursaq, 3 plus kök altda 2-nin qoşması 3 çıxılsın kök altda 2-dir. 3-ü çağırdığımız zaman 9, kök altda 2-nin kök altda 2-yə vurduğumuz zaman 2. 9-dan 2 çıxanda 7, yuxarıda 14 vurulsun, 3 çıxılsın kök 2. Cavabımız nə oldu? 2, 3 çıxılsın kök altında 2. İkiqat radikallar var. Bunlar sizin qarşınıza o qədər də çıxmasa, yenə də vurgulamaq istəyirəm. Məsələn, kök altda A ədədi üçün əgər bu şəkildə, yəni sonsuz dövr şəklində verilərsə, qiyməti A olacaq. N-ci dərəcədən verilərsə, qiymətimiz bizdə kök altında n çıxılsın 1-ci dərəcədən A olacaq. Yəni digərlərinə də özünüz göz gəzdirərsiniz. Bölmə olarsa 3-cü dərəcədən A olacaq. Bölmə olarsa məsələn n-ci dərəcədən n üstü 1 burada dərəcə olacaq. İki ardıcıl natural ədədin hasili olarsa A bərabərdə n vurulsa n plus 1 olacaq. Bir də məsələn bunlar da qarşınıza çox çıxa bilər. Topluda da səhv eləmirəmsə buna bir sual var. Deyir kökün altında güvən suallarında da olur bu. Dövrə girir. Bunun qiyməti nə olacaq? N plus 1 olacaq. Burada n nə olacaq? Dərəcəmiz olacaq. Əgər çıxma olarsa n bu şəkildə olacaq. İki ardıcıl natural ədədin hasili olarsa da qeyd elədik ki, bu olacaq. Təqribi kök alma düsturları bunlarla o qədər də yəni aranız olmasın. Çünki burada o qədər də biz təqribiyə baxmırıq. Əsasən bizdə burada əsas olan yəni irrasionallıqdan azad eləməkdir ki, irrasionallıqdan azad eləməyi bildik. Daha sonra kök altı düsturlardır. Bunu da bildik. Bir də vurğu kök işarəsi xaricinə daxilinə kökün altına salınması, kökün altından çıxarılmasıdır. Bir də kök düsturları və ən əsası parametr məsələsidir. Kökün altından heç vaxt biz mənfi qiymət ala bilmərik. Burada bir də şey vardı, ikiqat radikallar düsturu. Tərif olaraq kök altında plus 5 şəkilli ifadələrə ikiqat radikallar deyilir. Aha, bunlar da qarşınıza çıxa bilər. Burada adətən məsələn biraz yaradıcılıq və IQ səviyyəsi istəyir. Çünki biz bu ifadəni də müxtəsər olma düsturlarına gətirə bildik. Məsələn, deyir ki, n böyüdə n olar natural ədədlər üçün gördüyünüz kimi qeyd olunub. A n plus n olur, B n vurulsun n olarsa, kök altında A plus minus 2 köklə B, biz bunu n plus n'in kvadratı kimi verə bilərik və bu kvadrat da gedir, nəticə olaraq nə qalır? Kök altında n plus minus n şəklində qalır. İndi bunların hamısı haqqında nümunə suallarda danışacağıq. Yəni o sınavların, yəni sualların üstündə daha da yaxşı mənimsəyəsiz.
Dərs 8 bir məsulluq təyin olacaq. Dərs 8-də görüşmək ümidi ilə.